Salam əziz şagirdlər, bugün biz iki hecalı isimlərdə son saitin düşməsi haqda öyrənəcəyik. Deməli, sözlər iki yerə bölünür, milli sözlər və alınma sözlər. Milli sözlər iki hecalı sözlərdən söhbət gedir. Hansılardır? Beyin, alın, burun, boyun, çiyin, qayın, qarın, ovuc, ağız, ağıl. Ağıl milli söz deyil, alınma sözdür. Bu sözlər, deməli, orqanlarla bağlı olan sözlər milli sözlərdir və bu sözlərə mənsubiyyət şəkilsi artırdıqda ikinci hecadakı sait düşür. Məsələn, beyin, beynim, mənim beynim. İkinci hecadakı sait düşdü. Beynimiz, bizim beynimiz, ikinci hecadakı sait düşdü. Alın, alnım, alnımız, burun, burnum, burnumuz və s. Demək, dedik ki, milli sözlərdə mənsubiyyət şəkilçisi, milli sözlər mənsubiyyət şəkilçisi qəbul edərsə, ikinci hecadakı sait düşəcək. Və burada ağıl alınma sözdür. Bu da mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecadakı sait düşür. Bir də burada 4 dənə söz var. Könül, qayın, oğul, ağıl sözündə yazmışam təkrar. Bax, bu sözlər də deməli mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecadakı saitlər düşəcək. Hal şəkilçisi qəbul etdikdə isə heç bir sait düşməsi olmur. Məsələn, deyirəm ki, beyinə, beyinə i düşmədi. Yönlük hal şəkilçisi qəbul etdik. İkinci hecadakı sait düşmədi. Beyinin, beyinin yəlik hal şəkilçisi artırdım. İkinci hecadakı sait düşmədi. Deməli, yönlük, yəlik hal şəkilçiləri artırdıq. Təsirlik hal şəkilçisi artırıram. Beyini, beyini. Deməli, burada da yenə ikinci hecadakı sait düşmədi. Alınma sözlərdə isə hal və mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı saitlər düşəcək. Məsələn, isim, cisim, sinif, nəsil, fəsil, səbir, ətir, çətir, sətir, qədir, şəkil, ömür, heyif, meyil və s. Bu sözlərə hal şəkilçiləri, saitlə başlayan hal şəkilçiləri və mənsubiyyət şəkilçiləri artırdıqda ikinci hecadakı sait düşəcək. Məsələn, deyirəm ki, ismin, ismə, ismi. Yəlik hal şəkilçisi artırmışam. Yönlük hal şəkilçisi, bir də təsirlik hal şəkilçisi artırmışam. İkinci hecadakı sait düşür. Və mənsubiyyət şəkilçisi artırıram. İsmimiz, mənim ismim. İkinci hecadakı sait düşəcək. Sənin ismin, onun ismi, bizim ismimiz, sizin isminiz, onların isimləri. İsimləri, burada isimlərində düşmür. Nə üçün? Çünki saitlə başlanan şəkilçi artırılmır. Samitlə başlanan şəkilçi artırılır. Ları, ləri. Ona görə ikinci hecadakı sait düşmür. Üçüncü şəxsin cəmində. Digər hallarda isə, digər mənsubiyyət şəkilçisi qəbul etdikdə isə ikinci hecadakı sait düşür. Deməli, qısa olaraq alınma sözlər hal və mənsubiyyət şəkilçisi qəbul edərsə, ikinci hecadakı sait düşəcək. Milli sözlərdə isə, milli sözlərdə yalnız mənsubiyyət şəkilçisi qəbul edərsə, ikinci hecadakı sait düşəcək. Hal şəkilçiləri qəbul etsə, ikinci hecadakı sait düşməyəcək. İstisna sözlər var ki, bu qaydanı pozur. Yəni, noğul, taxıl, müdir, üfiq sözləri saitlə başlanan şəkilçi qəbul etdikdə ikinci hecadakı sait düşməyəcək. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək sağ olun.